kimsə 300, 400, 500 manat maaş alır. Mən tutaq ki, filan qədər. Zəhmət çəkib oxuyaydın, ali təhsil alaydın. Zəhmət çəkib deyirsiniz, oxuyardın. Mən günahkaram ki, kimsə vətəndaş 300-400 manat maaş alır. İş yerlərinin birincisi 90%-i 300-400 manat maaş verir. Ali təhsillilər də ən aşağı maaşa işləyir. İkincisi, dövlət ayrı seçkili qoymamalıdır. Bir insanın valideyni dünyasını dəyişə bilər, bir insan kasıb ola bilər, bir insanın indi qismətdən oxuma şansı yoxdur. Dövlət onu silib atmalıdır. Dövlət hər bir dilənçinin də dövlətidir, savadsızın da dövlətidir. Necə ki, mən ali təhsilim yoxdur, gedirəm, bir dənə biznes açıram, sahibkar oluram. Dövlət gəlir mənə deyir, vaxtında vergi ödə, sən sahibkarsan. Onda desin ki, sən ali təhsilin yoxdur da, vergi ödəmə də. Onda desin ki, ali təhsilin yoxdur da, əskər getmə, vətəni qoruma da. Bu düzgün yanaşma deyil axı. Bax, deputat millət vəkilidir, millətin vəkilidir. Deyir, mən günahkaram. Siz millətin vəkilisiniz. Millətin vəkilisinizsə, əlbəttə ki, sizin üstünüzə düşür bu vəzifə. Siz iş yerləri açmalısınız. Siz əmək haqqını qaldırmalısınız. Axı dələduzu tutursunuz, həbs eləyirsiniz. Düzdür, o qanunu siz qəbul eləmisiniz. Başqa pis yollarla pul qazanları cərimə eləyirsiniz. Düzdür, o qanunları da siz qəbul eləmisiniz. Siz elə bir vəziyyət yaradın ki, kimsə dələduzluqla, rüşvətxorluqla, başqa yollarla pul qazanmasın da. Axı 300 manata işləyən insan, heç 300 manata kirayə yoxdur. Evsiz gənclərimiz var, oxuya bilməyən gənclərimiz var. O dövlət onların da dövlətidir. Dəxli nədir ki? 300 manatı lap işlədi bir gənc. Evi yox, valideyni yox. Kirayə versin, bu 300 manatın hələ üstünə 100 manat da qoyub kirayə verməlidir. Ən aşağı kirayələr bu dəqiqə 400 manatdan başlayır. Kommunalını nə ilə ödəsin? Yeməyini, yol pulusunu nə ilə ödəsin? Yəni bu vətəndaşı siz fikirləşmirsinizsə, həqiqətən də mən buradan prezidentimizə müraciət eləyirəm. Tək ümidimiz sizə qalıbdır. Vətəndaşı bu ölkədə bir dənə fikirləşən prezidentdir. Mən çox xahiş eləyirəm. Yəni bu dövlət hər birimizin dövlətidir. Bu nə yanaşmadır?